Məsəl baxın, mama ana yarpaq qoyub, dolması qoyub. İlk yarpaqdır. Hə, Toyuqdan yemişəm, aslında toyuq. bağınızdandır. Üstünə də quyruqlardır. İyi lan. Çox şənk. Azdır da, prosto yarpağım az idi. Hə. Belə. Sonra bir də mənim qardaşımın standına baxdım. Burada hər parka gedəndə şuşkalar yığır, belə bəzəyir. Bu butulkada olanlar onun duxularıdır, yəni şampunla nə bilim rəngini eynir. Bu divarın günü. Ay, nə çəkir bura yapışdırır. Daha buna qarışmırıq, çünki bu bunun öz standıdır, yəni ki belə. Gəl şkafı tanıt. Hə, indi isə qardaşım sizə öz şkafını tanıtacaq. Gəl tanıt tez-tez. Əldən götürmə, belə qoy, hə. Belə bir şey var burada. Hə, tez ol. Burada kubiklər var, şişalar var. Burada yiyəcəkləri var. Duxularından danış biraz. Hə, duxularından danış. Bu sənətə necə gəldiniz və bunları necə hazırlayırsınız? Hadi tez ol, tez. Necə hazırlayırsan bu duxuları? Hazırlayıram da. Necə? Saniye. Burada bunun anamın toxuduğu əlcək. Belə bir dənə qorxunc alma. Allah yazılı tablo. Payısın. Burada bunun dərslikləri var. Tabloya çəkdiyim. Yəni tablo deyəndə ki, mən bayaq gətirdim. Onları sizə göstərəcəm qurusun sonra. Onlardan deyən ki. Burada baxın, burada bir dənə ruh şəkli var. Ev, ürək, ot. Hər şey var. Oy. Bu. Bak. Dostlar baxın. O rastası hazır olur. Çox az yer qalıb. Mama indi burada əkəcək nəsə. Qızıl gül. Hə, təzə Bunlar biraz bitir. Mesela demişdim ki, mən suallar versiz vlogda cavablandıracağım. Bu izləyicimlə mənə suallar yazdı, gəlin onu cavablandıraq. Bir də demişdi ki, adımı da oxuyarsınız, adı da Ayam Məmmədovadır. Ona buradan salamlar göndəririk. Ona da kanal var, ona da abunə olmağı unutmayın. Birinci sualımız, adın nədir? Adım Zəhra. Haralsan? Qərbi Azərbaycanlı. Neçə ildir YouTubersən? Mən 8 yaşımdan YouTube verəm. Biraz aralar oldu təbii ki. İlk kanalımı 8 yaşımda açmışdım. Hələ də o kanal durur. Ondan sonra o kanalı bıraxdım. Sonra bir dənə də kanal açdım. Orada da çox abunə var idi. Qardaşım sildi. Axırda da bu kanalımı açdım. O bir sualımız da ən sevdiyin qız adı. Bu sualı bilmirəm, yəni ki, hələ ki heç o düşünməmişəm mənim ən sevdiyim qız adı. Əgər düşünsəm bir vlogda deyərəm. Nə qədər düşündüm, ağlıma bir ad gəlmədi. Bu arada burada da anam dolma pişirir. Bu arada bu vlog
bir həftəlik falan olar. Yəni ki, ona görə yəni vlogda 2 dənə dolma var. Belə yəni ki. Dostlar, bir də istədim Temu sifarişlərini göstərim. Neçə gündür xəstəyəm, ona görə yəni bu sifarişlər mənim əlimdə 4-5 gündür var. Sadəcə özüm açıb baxmışam. Çəkməyə heç yadıma da düşmədi. Halım da olmadı. Hə, indi göstərirəm. Şəkillərini qoyacağım hamısını və qiymətləri ilə birlikdə. Baxın, bu bir dənə saç sosisi deyirlər. Belə həm də viral olan var. Belə bir dənə, bu 2 dənə rezini var. Baxın, o belə 2 dənə rezini var. Çox yaxşı. Hə, baxın, belə çox gözəl rezinlərdir. Belə burandan sonra ucuna taxmaq üçün. Və belə, yəni mən bunu çox qısa gələcəyini düşünürdüm. Amma mənim saçım çox uzun olmasına baxmayaraq, bu mənim saçıma qayət də getdi də. Yəni ki, üstdən qoyub baxdım, hələ yoxlamamışam yəni. Amma inanıram ki, buracaq yəni. Çünki yəni belə bir dənə material var. Belə. O biri rastımız bu. Hə. Baxın, bu bilməyən olmaz. Bunu yapışdırırsınız bir yerə. Üstünə telefonu belə tak yapışdırırsınız. Bu yapışır. Dostlar, bu işe yarayır amma baxın, bu telefonun kabrası belə materialdadır, belə dəri fasonda. Belə bir materiallara yapışmır yəni. Amma baxın, telefon kabrasını çıxartdım. Belə sürüşkən materiala, yəni belə şüşə kimi falan olan yerlərə falan yapışır. Amma bu cür kabraya yapışmadı. Yəni mən istifadə edəndə bunun gərək kabrasını çıxardım ki, bu buna yapışsın. Baxın, belə görsənir. Dostlar, baxın, indi bura güzgüyə sabitləymişəm və çox bərkdə qalıb yəni ki. Burada qaldı. Yəni bunu burada belə qalır. Amma dediyim kimi telefon belə sürüşkən biraz materialda olan kabralar var. Onlardan olmalıdır. Bunu həm də əsasdan mənim bacımın kanalı var. Orada rəqs videolar falan çəkir. Belə telefonu belə yerə qoyur, yaxşı görsənmir. Aldım ki, belə nəsə video çəkəndə bu belə yapışdırsın və hər yerdə qala bilsin. Baxın, özü belə 2 tərəflidir. Burası belə. Belə. Bundan da inşallah bu yaxınlarda istifadə edəcəm. Orada sizə bölüşəcəm necə buruqlar alındığını. Çox maraqlı gəlir mənə də. Dolmamız pişdi. 70 qəpiyin üstünə Baxın, belə görsəndi. Canan, tadım testi yap. 80 qəpiyin. 10 üzərindən 1. Allah haqqı bence. Evdir bizim olmuş. Şaka 10. Bunu alayım. O pişi be o. Öyle bilsin də. Yaxşı da, yaxşı. Gündəliyə döysün. Özə Kənanın 5 alan gündəliyini. Ama dadı yoxdur. Dostlar, mama gələndə belə qəşəng şeylərlər aldı. Çox qəşəngdir. İndi vaxtıdır. Burada da Aykanın vloguna baxırıq. Qardır. Burada sonra gəlmişik, mama saçının makyajını zaten etdirəcək, sonra gedəcək toya. Alayın ata.
Sonra baxın sırğama. Bu belə bir şeydir. Sanki 3-4 tane sırğa değiştirmişəm kimi bir şey görsənir, amma belə bir şeydir, yəni %100. Belə bir şeydir. Buradakı temadan aldığımı axır ki yoxlayıram. Baxın belə bir şeydir. Deyirsən. Baxın bunu sarmışam, indi səhər açıb baxarıq. Hə, baxın belə vurdum, görək necə olacaq. Sonra məktəbdən gəldim. Gələndə mama qreçka verdi. Ondan sonra baxın belə evdə ana özü çipslər bişirib. Çox dadlı da idi. Gələndə belə peçenyelər aldıq. Mama çay süzdü, indi bunları içəcəyik.